neçə dəfələrlə bizi alladıblar. Bizi işıq stolban bastırırlar, quru stolban bastırmağa nə verirlər mənə? Gətiriblər 10 minlik çəkirlər. 10 minlik kim üçün çəkir? Göytəpədən gəlib onun üçün çəkir. Mən üçün işıq çəksinə, mənim xaladenikim yanıb, ikinci xaladenik işlədirəm. Qar yağdı, qonşum Royalla. Çıxmışıq əlimizdə bir ağac, tok qutdalayırıq. Tok məni vursa kim cavab verəcək? Xahiş edirəm, buna tədbir görsünlər. Dedim ki, qayda qanunla, dedi bəli, qayda qanunla. Əgər qayda qanunla döyürsə, niyə çəkirlər? İndiki hal-hazırda deyir, mənə kağız göstər, mənim başım çıxmır, oxuyanmamışam, məktəb oxumamışam, 5-ci sinifdən çıxmışam. Deyir ki, mən də onu oxuyanmıram, deyir ki, təsdiq olunmuş sənəddir. Hara gedirsən, deyir, gedim bu fakt yanı sənəd təsdiq, layihədə belə göstərilir. Dedim, göstərirsə, çəkin, əgər göstərilibsə. İndiki hal-hazırda cəmaət baxıb deyirlərinə görə ki, sənəd təsdiq olunmuyor. Yəni icazə yoxdur. Mən özüm fəhlə adamam, oxumamışam, bir yerdə işləməmişəm, eləməmişəm. Yəni sizi saxta sənədlə aldatdılar. Bəli, bəli. Saxta sənədlə. Anar müəllim dedi ki, qayda qanunla icazəsi var. İcazəsi var, yox isə mən niyə orada? Mənim 3 dənə körpə uşağım var. Sabah qırılıb üstəmə olur. Eyni zamanda Azərişığın Cəlilabad nümayəndəliyi bu şəxsdən 100 min manat deyilinə görə pul alıb və həmin o 100 min manatı indi nə qaytarmır və biz sakinlərlə üz-üzə qoyuq. Biz Salam hörmətli izləyicilər, cənab prezidentimizin ictimai nəzarətinin daim regionlardan müstəqil həyata keçirən Kanal 10 televiziyası olaraq bu günləri Cəlilabad rayon Muğan kənd inzibati ərazi üzrə Söyüdlü kəndinə gəlmişik. Dinləyək görək vətəndaşların problemləri nədən ibarətdir? Mən Şahverenova Asuda, burada Naftıqda yaşayan, burada qanunsuzları baş alıb gedir. Bizə buradan buraya çok verməylər. Amma başqa yerdən gələn, Kazmabaddan gələn bir başqa adam üçün buradan 10 minlik aparırlar. Biz buna etiraz ediyoruz. Bizim uşağımız var, böyücümüz var. Kim cavab verəcək ona? Birini tokurdu, kim cavab verəcək? Biz gedib Pirşivdə, onunla Göytəpədə, Kazmabadda kiminsə həyətində 10 minlik çəkə bilirik ya yox. Bizə cavab versin orqan işçiləri. Bizim həyatımız təhlükə altındadır. Tədbir istiyor. Yolumuzun başındadır transformatör. Oradan bizə işıq verməyirlər. Nə tər oluyor? Arif pulludur, hökumətlərə işdir. Ona 10 minlik gərginlik bizim həyətinə verilməlidir. Mən onkologiyasında xəstəyəm, baxıya məsəf keçirdiyim, stres keçirdiyim. Bizi yeşidənlər bizim harayımıza çatsınlar. Buyur özü təqdimlə. Mən Söyüdlü sakini Şahverenov Gülgəz. Bu evdə yaşayırıq. Bizə bu tokların ziyanı var. Gətiriblər 10 minlik çəkiblər. Bizim özümüzə energetikada işıq verilmir. Biz də neçə dəfə xahişimizi bildirmişik. Uşaqlara təhlükəlidir. Burada heç kəs qaranti verə bilməz ki, sabah bu şunurlar qırılıb kimin üstünə töküldü, nə edəcəklər? Ona görə də biz öz narazılığımızı bildiririk ki, buradan çəkilməsin. Biz gedib o Yəni bu çəkilmiş qanunsuzdur da deyirsiniz. Bəli. Biz qanunsuzdur. Bizə işıq verilmir. Nədən olur? Bizim stolbalarımızı satırlar. Yəni sizin stolbadan istifadə edirlər. Bəli, bizim stolbaları bizə çəkilməli idi. Halbuki xaladenliklərimiz yanıb, işıq işlədə bilmirik. Evdə lampıçkalarımız közərir. Nətər olur? Onlar pul verəndən sonra gəlib burada işıq çəkilir. Bizim stolları bastırıblar. Bizə işıq gəlmir. Biz də öz narazılığımızı bildiririk. Orqanlara gəlsinlər, xahiş edirik, bizim çəkilişə baxsınlar. Bildiyimiz kimi sizin stolbalardan sizə xətt çəkilmir, üzr istəyirəm. Yəni 10 minlik çiyələkçi hansısa çiyələkçiyə işıq verilir 10 minlik. Bəli, bizə çəkilmir, bizim stolbaları satıblar çiyələkçilərə. Ona görə biz də burada qorxu ilə qala bilmərik. Evə yaxındır, 10 minlik heç kimin evinin yanına gedə bilməz, qanunsuz çəkilir. Pul veriblər, çəkdirirlər, bizim stolbaları satıblar onlara. Biz də narazılığımızı bildiririk. Problemimiz var. Dəfələrlə regionala getmişik, üstü idarəyə getmişik. Neçə dəfələrlə bizi alladıblar. Bizi işıq stolban bastırırlar, quru stolban bastırmağa nə verirlər mənə? Gətiriblər 10 minlik çəkirlər. 10 minlik kim üçün çəkir? Göytəpədən gəlib onun üçün çəkir. Mən üçün işıq çəksinə, mənim xaladenikim yanıb, ikinci xaladenik işlədirəm. Qar yağdı, qonşum Royalla. Çıxmışıq əlimizdə bir ağac, tok qutdalayırıq. Tok məni vursa kim cavab verəcək? Xahiş edirəm, buna tədbir görsünlər. Belə olmaz, bu daha. 2 metre arası yoxdur tokun. Sabah mən pres maşından evə gedəməyəcəm. At arabandan evə gedəməyəcəm. Biz təsərrüfatla məşğuluq.
əkinlə məşğuluq. Mən indi nə vaxtın dövrüdür, benzin motorundan kartof suvarıram. Buna xahiş edirəm tədbir görsünlər. Turbanla xətt çəkmişik, turbanla, bir dənə tellə. Qırılır, gündə qırılır, çəkilir, ön çəkilişdə var, qırılıb xətti göstərə bilərsiniz. Bölüsü olar, gedib kimisə çiyələ əkir, 10 minlik yaparır ona. Mən üçün bir dənə toku vermir. Bizə xət vermir, gedib bu da çiyələyə 10 minlik, 100 min verib, 200 min verib, onun üçün çəkir. Kim verib hakim müəllim? Çiyələçi Arif deyirlər, kimdir, nə bilim nədir, mən tanımıram, onu şeydir. Gəlsin, bizə bir xətti vermir, gedib çiyələyə pul verib, ona görə çəkir. Biz sakində uşaq böyüdürük. Sabah əskər yola salacaq. Və mən qaranlıqda uşaq böyüdəndən sonra niyə edirəm bu hökumətə gedib mən qulluq eləyim, ha? Niyə edirəm? Gör xəttimə bax. Bir dənə tellə xətt çəkir, mən elimizə lampa işığında yaşayıram. Gəlsin buna tədbir görsünlər də. Yəni 10 minliyin qorunan zolağına düzgün rəayət eləmədiklərinə görə təhlükə vəziyyətində qalmış. Bəli, təhlükədir, təhlükə. Bizə mən ön soruşuram, mənə tok hardan verərsən? Bir 10 minliyin altından verəcəm. 10 minin altından işıq elektrik gəlir ya yox. Görübsüz indiyə kimi belə şey. Mən görməmişəm. Görməmişəm indiyə kimi 10 minin altından tok enerjisi verərlər. Mən oradan 2 kilometr tok getdi şikayətə tok çəkdilər, transformator qoydular küçənin başına. Mənə tok yoxdur. Bir dənə xəttdir. Boş ustolbalar qalıb orada. Bizə tok yoxdur. Neçə dəfələrlə müraciət eləmişik, bizə tok çəkmirlər. Ancaq kimsə pul verib, gedib indi ona tok çəkirlər. Xaç deyirəm, buna tədbir görsünlər. Bizə bu elektrik dirəkləri verilib, yəni gətirilib, burada bu işi görməyiblər. Xahiş edirik ki, yəni bu haqda tədbir görsün. Yəni biz hal-hazırda işıq dəyərləri verilib, onun üçün çəkilir, nə qədər kullanılıb, nə eləyiblər. Yəni üzr istəyirəm, sizin stolbalar, sizə verilmiş stolbalar Arif üçün verilib. Bəli, Arif üçün verilib. Yəni ondan planlanıb, ona verilib. Biz əziyyət çəkən biz müraciətimiz olub neçə dəfə transformatora görə transformator qoyublar, işıq dirəklərini gətiriblər, ikisini üçün basıblar, qalanındakı onun üçün çəkiblər. Yəni biz qalmışıq işıqsız. Yəni bu özü də 10 minlik təhlükə mənbəyidir, özünüz bilirsiniz. Yəni fakt hal-hazırda biz üçün enerji verilmir. Yəni biz enerji cəhətdən, yəni bizdə çox zəifçiyik. Yəni tam zəif. Yəni sizə 100 bildiyim kimi 120 kilovatlıq verilmir, ancaq çiyələkçiliyə 10 minlik. Bəli, 10 minlik verilir buradan. Buradakı təhlükə mənbəyidir fakt. Yəni evin 3 metr, 5 metr kənarından keçirir. Yəni ki, həqiqətən də bu təhlükə mənbəyidir. Xahiş edirik bunu ciddi tədbir görsünlər bu haqda. Yəni bizim müraciətimiz onunla bağlıdır ki, bu haqda ciddi tədbir görsünlər. Qardaş, bu Krişivdən gəliblər, bizim bu piyada çiyələ əkiblər. 10 minlik tok çəkirlər buradan. Mənə işıq idarəsindən də gəldilər, dedilər qanun çəkilməlidir buradan, icazə verilməlisən. Dedim ki, mən kiməm ki, icazə qanun varsa çəkin. Kağız gətirilər, mən də məktəb oxumamışam. Yəni yalan vacib deyil, kitab oxumamışam, 5-ci sinifdən çıxmışam. Dedim qanun varsa çəkin. İndiki hal-hazırda dedilər ki, qanun təsdiq olunmuyor. Dedim təsdiq olunmuyorsa mənim körpə uşağım var. Yəni mən onun bunun qapısında fəhləliklə işləyənəm. Əllərim görsün nə kimi. İşdən çıxıb gəlmişəm. Qanun yoxdursa çəkin, qanun varsa çəkin. Əgər təsdiq olunmayıbsa çəkməsinlər də xahiş edirəm. Yəni qanunla işləyirsən. Bizə lazımdır qanun. İndiki hal-hazırda cəmaət baxır deyirlərinə görə ki, sənəd təsdiq olunmuyor. Yəni sizi saxta sənədlə aldatdılar. Bəli. Saxta sənədlə. Anar müəllim dedi ki, qayda qanundan icazəsi var. İcazəsi var idi, yox isə mən niyə orada? Mənim 3 dənə körpə uşağım var. Sabah qırılıb İslam olur, kim cavab verəcək? Deyir ki, kabel çəkəcək. Kabeldə bu daha güdə yamaq. Oyun mənə deyir ki, cəhəllər ki, oyunu dünən vətəndaş yapmış. Deyir ki, qırılansı şey deyil. Dedim, Yəni 10 minlik kabeli yamaq çəkiblər. Bəli, bu da göz qabağındadır, bu da göz qabağındadır. Para çəkiblər. İndi qalanın deyir düzəldəcək. Haçan düzəldəcək? Mənə lazımdır, istəmirəm çəkməsinlər. Yığışdırsınlar stolbaları zaten aparsınlar. Mən narazıyam. Yəni yalan vacib deyil. 13 dənə, 14 dənə turbayı çəkiblər mənim həyətimin, hamısı narazı. Uşaqlarımın oynayın yerləridir. Qapımın düz ağzından çəkiblər. Qaz, Wi-Fi ilə qazın arasında fərq olmuyor. Qanunu belə deyir, bəli, qanunu belə. Amma faktçı qanunu deyil, bu saxtakar işdir. Anar müəllimin yanına getdilər Kəranda, regionana. Dedi ki, sizə işıq çəkəcək. Bir ildir transformator qoyulub ora, mənə işıq gəlmir, köz işığına yatırım. Gecə uşağım gedir, şam alıb gətirirəm, şamı yandırıram, dərs yazır. Belə şey olar. Yəni sizə işıq vermirlər, amma çiyələkçi 10 minlik verirlər. Bəli. Bəli, gətiriblər buradan stopa bastırırlar, 10 minlik tok çəkirlər. Buyur özü təqdimlə. Mən Şahveranov Anar Qəriboğlu,
Keçən səfər də bu işıqla bağlı müraciət eləmişdik, çəkiliş eləmişik. Eyni zamanda ASC-nin rəhbəri Vüqar Əhmədova da müraciət eləmişik. Həm rəsmi şəkildə, həm də belə video kadrla. Lakin heç bir nəticə yoxdur. Hal-hazırda gördüyünüz kimi bu elektrik xəttini gətiriblər. Bizə deyirlər ki, bir yoğun SFB ilə çəkilir, nə ilə çəkilir bilmirəm. 3 kilolıq xətt gətirib çəkiblər bura. Onu da bir də zəhmət olmasa göstərərsiniz. Mufta gətirib burada vurulub. Bu bilmirəm oyundur, yoxsa təhlükədir. Burada uşaqlar necə keçib gedəcəklər? Kimsə gətirib burada cücə fabriki tikir. Arif adında şəxslik Göytəpədə yaşayır, heç tanımırıq, eləmirik. Biz gedib orada nəsə bir iş görsək bizi daşqalaq eləyərlər. Biz amma gəlmişik burada yaşadığımız yerdə bu sakinləri bu soyuqda görürsüz hamını yığıblar. Məsələ nədir? Gətirib özü üçün burada fabrik tikəcək deyə cəmaatı təhlükə altında saxlayır. Xeyr ola. Sən qazanacaqsan deyə, sən nəsə alacaqsan deyə, sənin cibinə görə biz niyə əziyyət çəkməliyik? Eyni zamanda Azərişığın Cəllabad nümayəndəliyi bu şəxsdən 100.000 manat deyilənə görə pul alıb və həmin o 100.000 manatı indi nə qaytarmır və biz sakinlərlə üz-üzə qoyub. Biz sakinlər niyə biz gedib kimlənsə savaşmalıyıq? Niyə gedib biz kimlənsə əsəbləşməliyik? İşimiz gedib polisə çıxmalıdır. Niyə? Səbəb nədir? Biz işimizdə, gücümüzdə idi. Hər kəs öz 5 manat çörək pulunu qazanmağa çalışır. Amma bizi qoyublar, bu şəxsdən üz-üzə qoyublar. Bu şəxs də deyir, mən onlardan deyib 100.000 pul vermişəm, ala bilmirəm. Mən məcburam ki, buradan işıq dirəklərini keçirdən və özüm üçün iş quram oradan. Mən onu da başa düşürəm, o zərər çəkən də o da, biz də zərər çəkənik. Xeyr ola, biz kiməsə görə, mən tanımıram, heç eləmirəm. Yəni onunla heç bir qəsdi qərəzliyim yoxdur. Burada həmin belə deyək də, nəyisə qazanacaq deyə biz bu ziyanı çəkmək istəmirik və təhlükə altında yaşamaq istəmirik. Biz də rahat yaşamaq istəyirik. Bizə lazım deyil, burada kimsə qazanacaq deyə biz təhlükə altında yaşayaq. Mən bununla bağlı, bax görürsünüz, deməli, bu çəkilən xəttin 3 metr normada, yəni qanunla 6 metr məsafə hündürlükdə olmalıdır. Yəni burada çəkişdə görəcəksiniz ki, yəni 3 metr məsafə yoxdur. Eyni zamanda yaşayış evi ilə hansı ki, maksimum 10-15 metr məsafədə yerləşməlidir. Yəni 10 minlik 10-15 metr məsafədə yerləşməlidir. Mən bununla bağlı Baş Prokurorluğun rəhbəri Kamran Əliyevə müraciət etmək istəyirəm. Xahiş edirəm bu məsələ araşdırılsın və bunun haqqında ciddi tədbirlər görülsün. Yəni bizim burada uşaqlar hər hansısa bir hadisə baş versə, ona kim cavab verəcək? Heç kim cavab verməyəcək. Yəni ki, bunu nəzərə almaq lazımdır ki, cəmaət uşağın burada maşın saxlanılır, bu yoldur, uşaq məktəbə gedir. Yəni bu necə olacaq? Gərək qırılıb düşər kiminsə üstünə. Hələ qayıdıb deyirlər ki, qırılıb düşsə heç bir elektrik xəttində tok qalmayacaq da, enerji qalmayacaq. Enerji qalmayacaq. Yəni bunu heç kim qaranti verə bilməz və yaxud da ki, onun qırılmağına dair heç kim qaranti verə bilməz. Anar müəllim, gördüyümüz kimi bu xəttlər demək kabellə çəkməyə söz vermişlər. Bəli, demişlər ki, yoğun bir kabellə çəkiləcək, lakin 3 qanadlı görürsünüz, jilka kimi kabellə 10 minliyi ötürmək istəyirlər. Hətta mənim yaşayış evimdə görürsünüz, yaşayış evimdə yaxın məsafədən xeyr ola mən bu gərginliklə yaşamalıyam. Xahiş edirəm, aidiyyatı orqanlar bu haqda tədbir görsünlər. İcra hakimiyyətinə bununla bağlı məlumatı yoxdur. Biz dünənləri gedib görüşmüşük, dünənləri məlumatı olub. Bunlar qeyri-qanuni layihə heç bir yerdə təsdiqlənməyib, qeyri-qanuni layihə üzərindən gəliblər iş görürlər. Cəllabad şəhəri icra başçısı Rafiq müəllimlə danışdıq dünənləri, dedi ki, narahat olmayın, bununla bağlı tədbir görüləcək. Belə başa düşülür ki, buradan da icra başçısının heç bu haqda məlumatı yoxdur. Yəni bu layihə təsdiqlənməmiş layihədir. Hətta Yəni icra başçısını da alladırlar. Bəli, hətta biz bununla bağlı müraciət eləmişik və gördüyünüz kimi bizə gələn məlumatda da qeyd olunub ki, Energetika Nazirliyindən ki, biz bu işi dayandırmışıq. Bax görürsünüz, sizə göstərəm burada. Bax görürsünüz. Yəni bunu bir dənə zəhmət olmasa yaxından çəkin. Bizə deyiblər ki, bu məsələ dayandırılıb. Nətər dayandırılıb? Hal-hazırda iş görülür. Deməli, bu söz üzərində dayandırılıb, amma bunlara da tapşırıq verilib ki, siz işinizi davam edin. Qarşı tərəfin mövqeyini hər zaman işıqlandırmağa hazırıq. Hidayət Ağayev, İlham Seyfiyev, Fərid Ağayev, Kanal 10 Televiziyası Azərbaycan.